Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir. Bu, bugün Milli Məclisin iclasında müzakirəyə çıxarılan əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna təklif edilən yeni 12-1-ci maddədə əksini tapıb. Maddəyə əsasən dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan İşarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayım statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları prime time zamanı yayımladıkları informasiya xarakterli proqramlarının Azərbaycan İşarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan İşarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.